Salam. İndi de qalan çalışmalarımızın ardını işləyək. 65 nömrəli çalışma uyğunluqlara aiddir. Ne deyir burada? Hündürlüğü 4, h bərabərdir 4'e. Oturacağının radiusu r olan silindir üçün uyğunluğu müəyyən edirik. Birinci yazaq, bu h eynidir. Şimdi birinci varianta baxaq. R bərabərdir 2. Olarsa oradaki cavablara da bax, bəndlərə də baxaq, verilənlərə A, B, C, D, C bəndlərinə. Burada deməli yan səthin sahəsi tələb olunur, bir də həcm tələb olunur. İndi bu hal üçün biz hər ikisini tapaq. S yan nəyə bərabərdir? S yan bərabərdir. Deməli 2 pi r vurulsun h-a. Oturacağın uzunluğunu, vururuq hündürlüğünü. O da bərabərdir 2 pi'ye, yok pi'den aslı. Ben dedim belki pi'nin konkret kıymetini təxminən verib. 2 vurulsun pi, o da vurulsun radius 2'dir. O da vurulsun hündürlüğü de 4'dür. Ne verəcək bizə? 16 pi. Deməli belə çıxır ki S yan bu hal üçün 16 pi'ye bərabərdir. Şimdi baxaq görək orada 16 pi var mı? Var. C variantıdır. Deməli 1'e gedəcək C variantı. Bax burada bunun qarşısında yazıram bax C variantı. Sonra baxaq orada həcmini də tapaq. V'ni də tapaq. V bərabərdir. Pi r'in kvadratı vurulsun h. Oturacağın sahəsinin hündürlüğünə vuracaq. O da bərabərdir. Deməli pi vurulsun r'in kvadratı 4. O da vurulsun h'daki 4. O da bərabərdir. Bu da eləyir 16 pi. Həcm də 16 pi. Bəli, var orada D variantı. Deməli V nəyə bərabər oldu? 16 pi'ye. Yan səthin sahəsi də 16 pi'dir. Amma bu metr kvadratda əlbəttə ki, onları bilirsiniz də bu sahənin vahididir. Bu da həcm vahidi olar da metr kub olar ya santimetr kub olar. Deməli burada yazıram D variantını da buraya yazıram. Deməli 1'e getdi C ilə D. İndi ikinciyə gəl baxaq. 2 də nədir? İkinci halda R bərabərdir 4. Ama hündürlük eynidir uşaqlarda. H hamısında eynidir. Aydınmı? Elə bil ki burada yazıram. H bərabər 4. Bu hal üçün baxaq, hesablayıb bir ben bunları. Yan səthin sahəsini hesablayaq. S yan. S yan bərabərdir 2 pi r h. O da bərabərdir. 2 pi vurulsun. R burada 4'tür. H da 4'tür. 4 vurulsun 4. Bu da eləyir 32 pi'ye. Deməli S yan bərabər neçə? 32 pi. Deməli baxaq görək 32 pi var və bəli B variantı. Deməli 2'ye gedəcək B variantı. Bu 2'ye getdi B variantı. Həcmini də hesablayaq, V'ni də. V bərabərdir. V pi r'in kvadratı h'dır. O da bərabərdir pi r 4'dür. Kvadratı 16 olacaq. Onu da vuracağım 4'e. H da 4'dür. Bu da eləyir 64 pi. Deməli V də bərabərdir 64 pi. 64 pi'ye. Bu da 64 pi necə var? Bəli var. E variantıdır. Deməli bura E variantı da gedir. Belə çıxır ki 2'ye də B ilə E'dir. Və ən nəhayət üçüncüyə də çox güman ki üçüncüyə də hansı variant qalıb burada? A variantı qalıb, o gedəcək. Baxaq. R bərabərdir 6. Bəli, H da bərabərdir 4 olan hal üçün. Özü də ki A variantında V'ni tapmayacağım. Burada yan səthin sahəsini tapaq. Çünki orada bir A variantı qalıb, orada da yan sət. Deməli 2 pi r h. O da bərabərdir 2 pi r 6'dır. H da 4'dür. Bu da eləyir 48 pi. Deməli S yan bərabərdir 48 pi'ye. Belə bir cevap bəli A variantıdır. Tamamilə doğrudur. A variantıdır. Da V'ni tapmıram. Çünki variant qalmayıb orada. Deməli üçüncü 3'e gedir
A variantı, 2'ye gedir B, E variantı, 1'e de gedir C, D variantı. Keçək 66 nömrəli çalışmaya. 66 nömrəli çalışmaya. Burada nedir? Silindrin ox kəsiyi sahəsi S olan kvadratdır. Uyğunluğu müəyyən edin. Bax, bu silindirdir uşaqlar. Burada bir dənə silindir təxminən çəkək silindiri. Bax, belə bir silindirdir uşaqlar. Və bu silindirin deməli ox kəsiyi kvadratdır. Ox kəsiyi kvadratdır. Bax, bu ox kəsiyi kvadratdır. Orada baxaq, deməli ox kəsiyi kvadrattırsa, ya belə yazaq burada. Burada elə bil ki, bu əgər 2R-dirsə, bax bu radius R-dirsə, bu 2R olacaq hündürlük. Aydındırmı? İndi ox kəsiyinin sahəsinə baxaq orada. Deməli 1-də verib neçə? Birincidə. Deməli S bərabərdir nəyə? 64-də. Olarsa orada oturacağın sahələri tələb olunur, ox kəsiyinin diagonalı tələb olunur, bir də ox kəsiyi, bəli, diagonalları. İkisində diagonalı tələb olunur ox kəsiyinin, bir də qalanlarda da oturacağın sahəsi. Gəl baxaq. Deməli, əgər S 64-dürsə, bu kvadratdır da, elədirmi? Kvadratın gəl sahəsi nəyə bərabərdir? Deməli, 2R'in kvadratı olacaq da, S bərabərdir nəyə? 2R'in kvadratına. Bu da bərabərdir neçə eləyir? 4R'in kvadratı. Yaxşı, 4R'in kvadratı nəyə bərabərdir? Burada verilib bizə 64. Buradan da R'in kvadratı bərabərdir 16. R də bərabərdir neçə? 4. Deməli, radius nəyə bərabər oldu? 4'ə bərabər oldu. İndi burada radius 4-sə, gəl oturacağın sahəsini tapaq. S oturacaq bərabərdir. Nəyə bərabərdir? Pi R'in kvadratına. O da bərabərdir. R 4'dür, 16 pi. Deməli, S oturacaq burada nəyə bərabərdir? 16 pi'yə. İndi baxaq görək, bu cavab varmı orada? 16 pi. Var, B variantında. Deməli, 1'ə gedir nə? B variantı. Sonra gəlin onun diagonalını da hesablayaq uşaqlar. Diagonalını da. Bax, budur diagonalı. Çünki diagonal da var axı. O bəndlər də bizə tələb oluna bilər. Bu diagonalı da hesablayıb D-ni. İndi D nəyə bərabərdir? D-nin kvadratı. D nəyə bərabərdir? Kök altında salıram bir dəfəlik D-ni. Bu 2R'dir də. 2R nəyə bərabərdir? R 4'dür. Deməli bu oldu 16, bu da oldu 16. Elədirmi? Onda bu diagonal nəyə bərabər olacaq? 16 kökdə 2'yə. Heç hesablamıram onu. Aydındır mı? Biz bilirik də kvadratın tərəfi neçədirsə diagonalı kökdə 2 iləndir. Bu 16'dırsa bu 16 kökdə 2 olacaq. İndi baxaq, orada 16 kökdə 2 var mı? Yoxdur. 6 kökdə 2 var. Deməli bu yoxdur. Bura ancaq bir dənəsi getdi. Bax, keçirəm ikincini yazıram. İkincidə S bərabərdir neçə? 36. Oturacağın sahəsi nəyə bərabərdir? Bax, 4R'in kvadratına. Düzdürmü? Yazıram, 4R'in kvadratı bərabərdir 36. Buradan da R'in kvadratı bərabərdir neçə? 9. Buradan da R bərabərdir 3'ə. Oturacağın sahəsini tapaq. S oturacaq nəyə bərabərdir? Pi R'in kvadratı. Bu deyilir 9 pi. Deməli, oturacağın sahəsi neçə oldu? 9 pi. Var mı orada 9 pi? A variantı. Aydınmı? Deməli, 2'yə gedir nə? A variantı. Bax, burada yazdım A variantını. A variantı yazdım. Sonra, diagonal da hesablayaq. Əgər bunun radiusu 3'dürsə, bu 6 olacaq da, düzdürmü? Deməli, diametr 6 olacaq. Bu da kvadratdır axı. Deməli, diagonal olacaq 6 kökdə 2. D bərabər olacaq nəyə? 6 kökdə 2'yə. 6 kökdə 2. Bəli, D variantı. Deməli, bu 1'ə D də gedir uşaqlar. Həm A gedir, həm də D variantı gedir. Sonra, üçüncüyə baxaq. Üçüncüdə S bərabərdir 100'ə. S bərabərdir 100'ə. İndi bu halı üçün gəlin baxaq.
tələb olunanlara uyğun oturacağın sahəsini ox kəsin diagonalını tapaq. Deməli, S oldu 4R'in kvadratı. Bir de baba burada yazmışım. Aydın mı? 4R'in kvadratı. O da bərabər neçəyə? 100'ə. Buradan da R'in kvadratı bərabərdir 25. Burada da R bərabər neçə? 5. Bəs sahəsi nəyə bərabərdir? S oturacaq. Pi R'in kvadratı. Pi R'in kvadratı. O da eləyir 25 pi. Bax, oturacağın sahəsi də budur. 25 pi. Baxaq. C variantı var orada. Deməli 3'ə də gedir nə? C variantı. 3'ə C variantı gedir. Amma diagonal da tapaq da. D nəyə bərabərdir? D. D də bərabərdir. Əgər radius 5 isə bu tərəf 10'dur da. Düzdürmü? Bu da kəsik də kvadratdır. Onda onun diagonal nəyə bərabər olacaq? 5 kökdə 2'yə. Kökdə 2 ilə yazırıq da onu. 5 kökdə 2 ox kəsiyinin diagonalı. Başlayalım uşaqlar. 5 kökdə 2 yox. Bu radius 5'dirsə bu axı 10 olacaq. Elədirmi? 10 olacaqdı o. Ona görə 10 kökdə 2. 5 kökdə 2 yox. 10 kökdə 2. Orada da E variantıdır. Cavab oldu E variantı. Deməli 66 nömrəli çalışmada 1'ə gedir B, 2'yə gedir AD, 3'ə də gedir CY. Baxaq 67 nömrəli çalışmaya. 67 nömrəli çalışmaya. Burada da uyğunluqlara aiddir. Tərəfləri A, B, diagonalı D olan düzbucaqlının B tərəfi ətrafına fırlanmasına alınan cisim üçün uyğunluğu müəyyən edin. Tərəfləri A və B özü çəkək şəkli, bax burada çəkim şəkli, bu düzbucaqlımız belədir. B ətrafında fırlanır. Elədirmi? Bu da A olacaq. Baxaq. Təxminən şəkli çəkirəm mən burada. Sonra məsələni həll edək. Və belə fırlanandan sonra belə bir silindr alırıq uşaqlar. Aydınmı? İndi baxaq. Bu B'dir. Orada deyir ki, deməli B ətrafına fırlanmadan alınan cisim üçün uyğunluğu müəyyən edin. Burada deyir ki, tərəfləri AB'dir, diagonalı da D'dir. Düzbucaqdan gedir söhbət ha. Bu verilib bizə. Aydınmı? Bu D'dir. Bunu deyir bizə. İndi baxaq orada. Birinciyə baxaq görək. Birincidə nə verilib bizə? A bərabərdir 5, D bərabərdir 13. Olarsa burada S yanları tapır. Bir də həcmi tapır. Fırlanmadan alınan cismin həcmini və bir də yan səthin sahəsini istəyir. Tapaq da. Bax burada əgər A 5'dirsə, B başlayın D 13'dürsə, B-ni gəl tapaq. B nəyə bərabər olacaq? Kök altında 13'ün kvadratı çıx A-nın kvadratı. 13'ün kvadratı çıx A-nın kvadratı da neçədir? 5'in kvadratı. Bundaki yəqin ki hesablamasını bilirsiniz də 169'dan 25 ilə çıxa bilərsiniz də. Çünki ədədlər kiçikdir. Bu 12 verəcək bizə. Və yaxud da 13'dən 5 çıxıb bir dəfə də üstünə gəlib hasıl kimi kök alacaqsınız. Deməli, neysə B 12'dir. İndi nə lazımdır? Gəl tapağım da. Yan səthin sahəsini gəlin tapaq. Bax, S yan bərabərdir. Nəyə bərabərdir? 2 pi R H-dır da, düzdürmü? R'in yerində A-dır. A neçədir? A 5. Bərabərdir 2 pi vurulsun 5. O da vurulsun. H-da ki B'dir. B'nin yerində də 12'dir. Bu deyilir 60, 120. 120 pi. Deməli S yan nəyə bərabər oldu burada? 120 pi'yə. Varmı orada 120 pi? Bəli, B variantı. Deməli 1'ə gedir nə? B variantı. Bax 1'ə B variantı gedir. Sonra orada həcmi də tapmaq lazımdır. Gəlin həcmi də tapaq. V bərabərdir pi R'in kvadratı. O da vurulsun H. Aydınmı? O da bərabərdir. Pi R neçədir burada? A'dır da, elədirmi? R'in kvadratıdır. 25. 25. O da vurulsun B'ye 12'ye. O da bərabərdir. Bu neçə eləyir? 300. Elədirmi? 300
pi. Deməli V nəyə bərabərdir? 300 pi'yə. Baxaq ora. Bəli, D variantı. Deməli 1'ə B də gedir, D də gedir. Və bunların ikisi də gedir 1'ə. İndi baxaq, ikincini yazaq. İkinciyə baxaq. İkincidə B bərabərdir 6 verib bizə. Bir də D də bərabərdir 6 kökdə 5. İndi bunun üçün yan səthi bir də həcmi tapacağıq. Baxaq, burada D verilib bizə, B də verilib, A-nı tapaq da, yəni oturacağın radiusunu tapaq. A nəyə bərabərdir? Kök altında, deməli D-nin kvadratından çıxacaq B-nin kvadratını. D-nin kvadratı budur, elə demə, nə verir bizə? 36 vur 5, elə demə, o da çıxılsın bunun kvadratından, çıxıram bir də B-nin kvadratı. 6'nın kvadratı. 6'nın kvadratı da 36 edir. Elə demə, o da bərabərdir. Və bunu hesablayanda uşaqlar, və belə hesablayın. 5 dənə 36 burada var, bir dənəsi çıxılır. 4 dənə 36 qalır. Elə mi? O da bərabərdir. 2 vurulsun neçə? 6, 12. Bax belə. Amma görürsən uşaqlar başlayır, bunları bir-bir vurur, hesablayır. Aydın oldu, bu qaydadan da istifadə edin. Deməli, A neçə oldu? A 12. İndi gəl S-yanı tapaq. S-yan bərabərdir. 2 pi r h bərabərdir. 2 pi r neçədir? R A'dır da. A'nı neçə tapmışıq? 12. H neçədir? B. O verilib bizə 6. O da bərabərdir. Bu 72 eləyir 140. 144. 144 pi. Deməli S-yan bərabərdir neçəyə? 144 pi'yə. Və buna bərabərdir. Baxaq. S-yan 144 var. A variantı. Deməli 2'ye gedir nə? A variantı. A variantı. Və bu. 2'ye bu getdi. Amma həcmini də tapaq da. V'ni də tapaq. V də oturacağın sahəsini pi r'in kvadratını vuracaq aşağı. O da bərabərdir. Pi r A'dır da. A 12'dir. 144. O da vurulacaq. H neçədir? H'daki de B. 6'ya. O da bərabərdir. Deməli, bunu necə vuraq? 144'ü 6'ya vuraq da. Deməli, 4, 2 yadda, 24, 6, 2 yadda 8. 864 pi. V bərabər neçə? 864 pi'yə. Var mı orada elə bir cavab? Var, bəli. E variantıdır. Deməli, 2'yə E variantı da gedir. Bu da belə. Qalıb orada hansı variantdır? Deməli B var, D var, A, Y, C variantı qalıb. C baxaq, yan səthlisə, həcmçisi. C, yan səthidir, yan səthini tapacağım 3-cü üçün. Da həcmi tapsam da xeyri yoxdur, orada yoxdur axı. Gəl belə yazaq. 3-cüdə A 8'dir. A bərabər 8, B də bərabər neçə? 15. İndi buradan D-ni gəl tapaq. Amma D-ni niyə tapıram ki? Neyimə lazımdır ki? D mənə lazım deyil heç. Deməli, S-yanı tapacağım. S-yan bərabərdir. 2 pi r h. O da bərabərdir. 2 pi r 8'dir. H-daki 15'dir. O da bərabərdir. Bu neçə elir? 8'e vuranda bunu 120 elir də mənə gəlir. 120'nin də 2'ye 240 pi. Deməli, S-yan burada nəyə bərabərdir? 240 pi'yə. 240 pi var. Bəli, C variantı. Deməli, 3'ə də C variantı gedir. Bir də təkrar edirəm, həcmi tapmıram da. Çünki orada bir dənə bu qalmışdı, bu da buna getdi. Aydındır mı? Deməli, 1'ə gedir 667 nömrəli çalışmada BD, 2'ye gedir A'yı, 3'ə də gedir C. 68 nömrəli çalışmaya bax. 68. Burada nedir? Həcmi 6 kökdə 3 pi. V bərabərdir 6 kökdə 3 pi. Olan bərabər tərəfli silindir üçün uyğunluğu müəyyən edin. Bərabər tərəfli silindir deyəndə uşaqlar, deməli ox kəsi kvadrat olur. Aydındır? Ox kəsi kvadratdır onun. Bax, görürsünüz, bu ox kəsi kvadratdır. Belə bir silindirdir. Belə bir silindirdir.
İndi burun ox kəsiyi kvadratdırsa, deməli 2 dənə r-ə bərabər olacaq da. Bu aydın mı? Bu əgər r-dirsə, bu da 2r olacaq. Gəl bu həcm düsturundan əvvəl bunu biraz baxaq, r-i tapaq. Deməli v nəyə bərabərdir? Pi r-in kvadratı, pi r-in kvadratı. Oturacağın sahəsinin hündürlüyünə vuracaq da. Bu da 2r-dir də. 2r. O da elə 2 pi r-in kubu. Bu nəyə bərabərdir? Bir də bax buna. 6 kökdə 3'ə. Buradan da pi də var yanında. Elədir mi? Pi'si də var da yanında. Bəli. Bu pi'lər gedir. 2 ilə 6 da gedir. 3 kökdə 3 qalır. Deməli r-in kubu bərabərdir 3 kökdə 3'ə. Bu da kub kök altında yazım. R bərabərdir kub kök altında 3 kökdə 3. Bax belə bir ədəd alındı uşaqlar. R. Radiusumuz budur. İndi radius 30'sa da aydın məsələdə hündürlüyü də məlum olur. Radius da məlum olur. Daha o variantları bir-bir yaza bilərik. Gəl birinciyə baxaq. Birincidə də yan səthin sahəsini istəyir bizdən. S yan bərabərdir. Yan səthin sahəsi 2 pi r h-dır. Elədir mi? O da bərabərdir. Oturacaq çevrəsinin uzunluğunu hündürlüyə vururuq. İndi o da bərabərdir. 2 pi r-in yerinə yazıram bir də bunu. Aydındır mı? Yaxud da istəyirsiniz biraz da sadələşdirim də h-ın yerinə də 2r yazaq. 2r. O da bərabər 4 pi r-in kvadratı. O da bərabərdir 4 pi vurulsun. R-in yerinə də yazıram. Kub kök altında 3 kökdə 3'ün kvadratı. Bərabərdir. O da bərabərdir 4 pi vurulsun. Bu ne verir mənə? Bu 9 eləyir. Bu da 3. 27'dən kök alanda 3 alınacaq. Bu da elədi 12 pi. Deməli S yan nəyə bərabərdir? 12 pi'yə. Var mı orada 12 pi? Bəli, E variantıdır. Bax 1'ə gedir E variantı. Ədəd elə göstərdi bizə radiusun uzunluğu ki. Radius. Elə bir sanki mürəkkəb ifadə alınacaq. Amma sən demə yox. Buna bərabərdir. İndi baxaq deməli ikinciyə. İkincidə nədir? Tam səthin sahəsini tapın. Hələlik onları tapaq, sonra lazım gələr hamısını taparıq uşaqlarda. Aydınmı? S tamı da tapın. O da bərabərdir. Yoxsa S tamı da bunun üçün də tapaq. İkincinin tamını tapacağım. S tamı. İkincidə bizdə tamını istəyir də bizdən də. Aydınmı? İkincinin tam hissəsi. Nəresinə bir dənəsi gedəcək bunların. Bərabərdir. Tam hissə S oturacaq. 2 dənə S oturacaqdır. O da üstə gəl S yan. O da bərabərdir. Deməli S yanı tapmışam. Oturacağı da gəl tapaq. 2 vurulsun pi r-in kvadratı. O da üstə gəl S yan. S yan. O da bərabərdir. Şimdi bərabərdir 2 vurulsun pi, o da vurulsun r-in kvadratı. Yani bunun kvadratı ne verdi bize? 3 verdi de, elə değil mi? Bir de bak burada 3 yazdım da yerine kvadratı. Bak burada 3. Bir de üste gel yan səthi de ki tapmış ol 12 pi. 12 pi. O da bərabərdir 6, bu da 12. 18 pi. Deməli S tam neye beraber oldu? S tam beraber oldu 18 pi'ye. Baxaq görək 18 pi B variantıdır. Deməli 2'ye gedir hansı variant? B variantı uşaqlar. Və üçüncünü də yazaq. 3'də nədir? Ox kəsiyinin sahəsini istəyir. S oxu bərabərdir. Ox kəsiyinin sahəsi nədir? 2 r-in kvadratıdır da. Düzdürmü uşaqlar? 2 r-in kvadratı. Kvadratdır da kvadratı yuxarıda yazaq. Bu deyilir 4 r-in kvadratı. O da bərabərdir. 4 vurulsun r-in kvadratını 3 tapmışdıq. Yəni təkrar edirəm. 3 o deyilir 12. Bu 12'dir. O biri 12 pi'dir birincideki. 12 D variantıdır. Deməli 3'e gedir hansı variant? D variantı. D variantı. Bununla da həmin çalışma yekunlaşdı. Deməli,
68 nömrəli çalışmada 1'ə E gedir, 2'yə B, 3'ə də D variantı. Keçək 69 nömrəli çalışmaya. Burada nedir? Silindrin ox kəsiyinin diagonalı oturacağı müstəvisi ilə alfa bucağı əmələ gətirir. Elə bu şəkil üzərində də işləmək olar. Baxaq, silindrin hündürlüyü H, oturacağının radiusu R'dir. Uyğunluqları müəyyən edin. Gəl çəkəcəyim onu, mən çəkim şəklini. Öz çəkdiyimiz şəkilə də baxaq. Onunla da işləyib bunu. Bunlar qırıq-qırıq olur uşaqlar. Sonra burada deyir ki, diagonal alfa bucağı əmələ gətirir. Aydınmı? Bax, bu elə bil ki, alfa bucağı əmələ gətirir. Bax, bu alfadır. Alfa bucağı əmələ gətirir. Bütün bu da 2R'dir. Radius yəni R'dir də. Onu demək istəyir. Aydınmı? Bu da 2. Bu nədir? H'dir. H'dir. Hündürlüydür. Şimdi baxaq orada nələri istəyir. Birinci varianta baxaq. Birinci variantda nedir orada? Alfa bərabərdir neçəyə? 45'ə. Ne istəyir burada? Hündürlüyü istəyir. Bir də yan səthin sahəsini. Baxaq. Bu 45 dərəcədirsə, alfa 45 dərəcədirsə, gəl hündürlüyü tapaq da orada R'dən asılı tapacaqdı. Aydınmı? Onda belə çıxır ki, H nəyə bərabərdir? H uşaqlar. Hələ 2R'ə bərabərdir də. Düzdürmü? Bu bucağı da 45 olacaq da. Bu 90 dərəcədə axı. Deməli, H bərabərdir 2R. Var orada C variantı. Deməli, 1'ə gedir hansı variant? C variantı. 1'ə C'dir. Bax, C variantı getdi 1'ə. Sonra, baxaq, orada sonra tələb olunur yan səthi. S yanı da gəlib tapaq. Görək. Özü də burada yan səthdəki R'dən asılı tapılır. S yan nəyə bərabərdir? S yan bərabərdir 2 pi R vurulsun H'a. Düzdürmü? Bu da elə 2 pi R, o da vurulsun. Deməli, H nəyə bərabər oldu? Elə 2R'ə. Düzdürmü? Vurulsun 2R. O da bərabərdir 4 pi R'in kvadratı. Belə bir bərabərlik alın. 4 pi R'in kvadratı B variantı. Deməli, S yan bərabər oldu nəyə? 4 pi R'in kvadratına. Və buna bərabərdir. O da B variantıdır. Deməli, 1'ə B də gedir uşaqlar. B variantı da gedir 1'ə. 1'ə belə çıxdı ki, C ilə B gedir. İkinci çalışmamıza da baxaq. 2'yə baxaq. 2'də nədir? Alfa bərabərdir neçəyə? 60 dərəcəyə. İndi gəlin orada H'ı tapaq. Əgər alfa 60 dərəcədirsə, bu da H'dır. Düzdürmü? Bunu trigonometriya ilə də tapa bilərək. Hələ trigonometriya ilə yazacağım. Ya bu bucaq 60'sa bu neçədir? Yaxud da 30 dərəcə olurdu. Elədir mi? 30 dərəcəli bucaq qarşısındakı katet hündürlüyün yarısıdır gör. Elədir mi? Deməli, baxışlayın, katet hipotenuzun yarısıdır. Onu ilə yazmayacağım. Ehtiyac yoxdur. Gəl belə yazaq. Çünki hipotenuzun yarısıdır. Bunu da ifadə eləyim. Hipotenuzu da ifadə eləyib. Deməli, 4R kimi yazaq. H'ı tapaq. Ehtiyac yoxdur ələnçilik. Mənə lazımdır. Gəl bu bucağın qarşısındakı katetin H'ın nəyə nisbəti? 2R'ə nisbəti. Verir mənə tangens 60 dərəcə. Bunu ilə tapmaq lazımdır uşaqlar. H nəyə bərabərdir? 2R vurulsun tangens 60 dərəcədə. O da kökdə 3'dür də, elədirmi? O da bərabərdir 2 kökdə 3R. Ən asandı budur. Bundan istifadə edelim. Uşaqlar qaçır trigonometriyadan çox. Baxaq görək. Neçə elədir burada? H'ı buradan istəyir bizdən də, düzdürmü? Yəni görək burada necə tapdım mən burada? H belə işarə olunmayıb. Bu 60 dərəcədə qarşıdakı katetin bitişik katete nisbəti verir mənə tangens. Elədir mi? Bu da kökdə 3'dür. 2R kökdə 3. Bu da burada var da E variantıdır da. 2 kökdə 3R. Aydındır mı? E variantı.
Yazıram buraya 2'ye getdi. Deməli hansı variant? E variantı. Ha, var orada var. Sonra baxaq yan səthi də tapaq. S yanı. S yan. O da bərabərdir. Nəyə bərabərdir? Deməli 2 pi r h. O da bərabərdir. 2 pi r, o da vurulsun bir de h budur da. 2 kökdə 3 r. O da bərabərdir 4 kökdə 3 pi, bu da r'in kvadratı. Böyle bir 4 kökdə 3 pi r'in kvadratı D variantı. Deməli 2'ye D de gedir uşaqlar. 2'ye D de gedir. E ilə D getdi bunlara. Qaldı burada bir dənə A variantı. A da H-ı tapacaq uşaqlar. Çünki bir dənə o variant qalıb. Deməli üçüncüdə də alfa 30 dərəcədir. 30 dərəcədə necə yazacaq? 30 dərəcə H-ı R-dən asılı. Gəl belə yazaq yenə də. H-ın 2R nisbəti. 2R nisbəti bərabərdir tangens 30 dərəcə. Buradan da H nəyə bərabərdir? H bərabərdir. Deməli 2R vurulsun. Tangens 30'da da kökdə 3 böl 3'dür. O da bərabərdir 2 kökdə 3 böl 3 R. Belə bir yazılış aldım uşaqlar. Deməli H buna bərabərdir. Bəlkə də belə yazıb, baxaq da necə yazıbsa onu qəbul edərik. 4. Baxaq orada. Deyəm, orada 2 neysə səhv yoxsa yox deyəm. Kökdə 3'ü burada kökdə 3'e vurub irrasionallıqdan qurtarıb uşaqlar. Bunu kökdə 3'e vurub. Məxrəci də kökdə 3'e vurub. Aydınmı? O nəyə bərabər eləcək? Bu eləcək 3. 3 ilə gedəcək. 2R böl kökdə 3. Belə yazıb orada. 2R böl kökdə 3. Bir də bir A variantı. Adətən uşaqlar bunu irrasionallıqdan qurtarırlar. Aydınmı? Burada isə məxrəci irrasional şəkildə saxlanılır. Ona görə də burada yazıram 3'də A variantı. Yəni bilin ki, cavab bu formada, hansı formada saxlayırsa çalışın o formada da saxlayaq. Bu uyğunluqları yekunlaşdırdıq. İndi keçək. Burada bizə gəlir ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. 70 nömrəli çalışmaya baxaq. 70 nömrəli çalışma. Diaqramalara aiddir. Baxaq görək diaqramalarda nədir? Diaqramada silindir formasında olan 2 qabın ölçüləri verilmişdir. Qabların həcmləri bərabər olarsa ikinci qabın hündürlüyünü tapın. Baxaq. Deməli V1 bərabərdir V2. Həcmləri bərabərdir. İndi gəl baxaq birinci üçün burada verilib. Deməli bu naxışda olan radiusdur. Bu ağ radiusdur, ağ qara. R V1'də. Deməli R bərabərdir neçəyə? 16'ya. Və bir də deməli bu da tünd rəngi olan da hündürlüydür. Hündürlüyü də 8'dir. H da bərabərdir 8'e. Bu belə. Sonra bu V1 üçündür. Tutaq ki V1 üçün nişanladım da. V2 üçün indi qeyd edirəm bunu. Burada deməli radiusu verib 12. R bərabərdir 12. Hündürlüyü də tünd rənglidir də X-dir. X-ə bərabərdir. Bizdən də deyir hündürlüyü tapın da. Yaxşı, bu birincinin həcmi. Bu V1 nəyə bərabərdir? Pi R'in kvadratı vur H'dır. Düzdürmü? Bu yerinə yazar. Bu 16'nın kvadratı yazıram. Pi 16'nın kvadratı, o da vurulsun neçə? 8. Bunu elə belə də saxlayaq. İxtisar bəlkə getdi. Sonra V2'də V2 həcmi də pi R'in kvadratı H'dır. O da bərabərdir pi, deməli R 12'dir. 12'nin kvadratı. O da vurulsun neçə? X. Şimdi bunları bir-birinə bərabər eləyəcək. Aydınmı? Deməli pi vurulsun 16'nın kvadratı vurulsun 8. O da bərabərdir pi 12'nin kvadratı. O da vurulsun X. X nəyə bərabərdir? Pi'ləri elə buradan ataq, kənarlaşdıraq. Deməli bu verir mənə 16'nın kvadratı vurulsun 8 bölünsün 12'nin kvadratı. 12'nin kvadratı bərabərdir. İxtisar aparaq bunları. 16, 8, 12 vur 12. Bərabərdir.
Burada hər ikisi 4'e gedir. 16'nın biri bunlarla gedir. Burada qalır 3, burada da qalır 3. Bu da neçə eləyəcək? Deməli, bərabərdir. Kəsr xətti verəcək bizə uşaqlar. Burada 9'da neçə eləyirsə. İxtisar yoxdur da burada. 9'da 8, 4'ü yatdı 12, 128. 9'da 128'i böləndə 1 tam 38'i 9'a 4, 9'da 2. Böyle bir cevap aldım uşaqlar. 14 tam 9'da 2. 71 nömrəli çalışmaya da baxaq. 71 nömrəli çalışma. Burada nedir? Ox kəsiyinin sahəsi 18, həcmi 63 olan silindrin oturacağının radiusunu tapın. Ox kəsiyinin sahəsi gəl yazaq. S ox nəyə bərabərdir? Oturacağı diametr olacaq da, yəni 2 dənə erdir. O da vurulsun h. O da h'dır. Elədirmi? Ox kəsiyinin sahəsi bax bu düsturla hesablanır. Bu nəyə bərabərdir? 18'e. Və bir də həcmi isə V də bərabərdir pi r'in kvadratı oturacağın sahəsi. O da vurulsun h. Bu nəyə bərabərdir? 63 pi'yə. İndi deyir ki, oturacağının radiusunu tapın. R'i tapacaq. Baxa görək, bunlarda necə taparıq buradan r'i? Oturacağının radiusunu tapaq. Baxaq buradan. Deməli, burada mən. Gəl belə yazaq da. V bərabərdir pi r vurulsun r vur h. Aydınmı? Və bu həcmi belə yazdım. Deməli, pi r vur h. Bu nəyə bərabərdir? 63 pi'yə. Elədirmi? 63 pi'yə bərabərdir. Şimdi buradan RH-ın özü nəyə bərabərdir? Bax, RH. R vur H. O da bərabərdir 9'a. Elədirmi? Gəl burada RH-ın yerinə 9 yazaq. Bu pi'lər gedəcək. Aydınmı? Alırıq 9 R'dir də. O da bərabərdir 63'e. Buradan da R nəyə bərabərdir? 7'ye. Cevap burada oldu neçə? 7. Burada yoxsa tek H'ı da tapım. Ehtiyac yoxdur başqa yazılışlara. Aydınmı? Sonra bunları tərəf-tərəfə bölməklə də yazmaq olardı. Bu qayda ilə yazdım. Hansı xoşunuza gəlir, istifadə edin uşaqlar özünüz. 72 nömrəli çalışmada. Ox kəsiyi kvadrat olan silindrin həcmi 54 pi olarsa hündürlüyünü tapın. Ox kəsiyi kvadratsa biz bilir ki V nəyə bərabərdir? Pi r'in kvadratı h'dır. Elədirmi? Ox kəsiyi kvadratdır. Belə çıxır ki, hündürlük 2 dənə r-ə bərabərdir. Yəni diametrə bərabərdir ki, ox kəsiyi diametr oturacağın diametrinə bərabərdir ki, hündürlük o kvadrat olub da kəsiyi. Aydınmı? Şimdi buradan da deməli gəl yazaq. Silindrin həcmi verilir. Deməli bizdən də hündürlüyünü istəyir. Hündürlüyü istəyirsə onda r'i tapaq da yerinə yazaq. R bərabərdir h böl neçə? 2'dir. Gəl burada yerinə yazaq. Pi vurulsun. R'in yerinə yazıram h böl 2'nin kvadratı. O da vurulsun h. Həcm nəyə bərabərdir? 54 pi'yə. Buradan pi'lər gedir. Onda burada deməli h'ın kubi bölünsün 4 edir. O da bərabərdir neçə? 54'e. Elədirmi? 54 elədi də. Bunu düz yazdım mı mən? Deməli pi r'in kvadratı vur h'dir. H da 2 dənə r'ə bərabərdir. Bizdən də hündürlüyü istəyir. İndi baxaq. H'ın kubu nəyə bərabərdir? H'ın kubu da bərabərdir. 4 vur 54'ü gəl belə yazaq da. 27 vur 2 kimi yazıram. Aydınmı? Onda h nəyə bərabər olacaq? 8'dən 2 çıxır kub kökdən. Deməli h nəyə bərabərdir? Kub kök altında bu deməkdir də 3-cü dərəcədən 4 vur 2 vur 27. 27'dən də 3 çıxır da. O da eləyir neçə? 6.
Cevap burada oldu 6. 73 nömrəli çalışmaya da baxaq. Deməli, üzəri şokolad ilə tam örtülmüş silindr şəklindəki dondurmanın oturacağının radiusu 2,2 cm, hündürlüyü isə 6,4 cm-dir. Şokoladın qalınlığının 2 mm olduğunu bilərək dondurmanın həcmi neçə santimetr kub olar? Çəkək onun təxminən şəklini burada. Deməli, belə bir silindr çəkirəm mən uşaqlar. Bax, bu oturacağı olsun. Bu da yuxarı hissəsi olsun. Orada bir şey mən sizə izahat verəcəyəm orada. Deməli, bunun radiusu. Bax, bu radius. Bax, radiusu. Nə qədərdir onun radiusu? Verilib bizə. Deməli, 2,2 santimetrdir. Bax, 2,2 santimetrdir. Amma bu şokolad tökülür baxı bunun üzərinə. Ona görə burada qalınlıq var uşaqlar. Bax, burada müəyyən qalınlıq var. Elə bil ki, bax, belə bir, bu ara şokoladdır. Aydın oldu, bax, burası şokoladdır. Deməli, mən bunun radiusundan 2,2-dən çıxmalıyam. O qalınlıq nə qədərdir? 2 mm. Deməli, 2 mm. Bundan 2 santi, 2 mm-dən mən çıxmalıyam 2 mm. Çıxanda uşaqlar, orada bizdə qalacaq neçə? 2 santimetr. Aydın oldu. Deməli, neçə santimetrdir? 2 santimetrdir. Hündürlüyə gəl baxaq. Bu hündürlükdə, bu yuxarıda da qalınlığı var axı. Şokoladın qalınlığı var da, öz qalınlığı. Elədirmi uşaqlar? Bunun hündürlüyü nə qədərdir verilib? Ümumi hündürlük 6,4-dür. 6,4-dür santimetr. Yəni 4 mm var. 6 santimetr, 4 mm. Bundan deməli 2 dənə 2 mm çıxacağım. 2 vurulsun 2 mm. Aydın oldu, yuxarıda da qalınlıq var, aşağıda da. Ona görə 4 mm çıxılacaq. Burada olacaq 6. Belə çıxır ki, h nəyə bərabərdir burada? 6-ya bərabərdir. 6 santimetrə bərabərdir. İndi bu dondurmanın həcmini hesablayıb biz. V-ni. V bərabərdir. Pi r-in kvadratı vurulsun h-a. Bizdən orada mötərizədə yazıraq, şokoladsız neçə santimetr kub olar. Bu deyilir pi r 2-dir. 2-nin kvadratı, o da vurulsun h neçədir? 6. 24 pi. Təmiz dondurma 24 pi-dir həcmi. Keçək 74 nömrəli çalışmaya. 74. Bunlar açıq suallardır uşaqlar hamısı. Burada nədir? Deyir, üzəri şokolad ilə tam örtülmüş silindr şəklindəki dondurmanın oturacağının radiusu 3,2 cm, hündürlüyü də 5,4 cm-dir. Şokoladın qalınlığı 2 mm-dir. Və deməli, bunun öz radiusu olacaq 3. Burada izahat vermişəm. 3 cm. Hündürlüyü olacaq uşaqlar. 4 mm çıxmalıyam oradan. Çünki aşağıda da 2 mm qalınlığı var şokoladın, yuxarıda da. Ona görə də bunun hündürlüyü olacaq 5. 5,4-dən 4 mm çıxacaq. Bu oldu 5. İndi bunun həcmini tapacaq. V nəyə bərabərdir? Pi r-in kvadratı h. O da bərabərdir. Pi vurulsun 9, o da vurulsun 5-ə. Bu deyilir neçə? 45 pi. Həcm oldu orada 45 pi. 75 nömrəli çalışma. Silindrin oturacağının və ox kəsiyinin sahələri bərabərdir. Bu silindrin tam səthinin sahəsi oturacağın sahəsindən neçə dəfə böyükdür? Deməli, silindrin oturacağının və ox kəsiyinin sahələri bərabərdir. S oturacaq, o da bərabərdir S oxa. La bərabərdir. Deməli, tam səthinin sahəsinin oturacağın sahəsindən neçə dəfə böyükdür? Yəni, S tamı S oturacağa nisbətən. Və bunu tapacaq. Sual budur. Bizdən bunu istəyir. İndi baxaq görək. Oturacağın sahəsi pi r-in kvadratıdır. Bu nəyə bərabərdir? Ox kəsiyinin sahəsi deməli 2r vurulsun h-a bərabərdir. Buna bərabərdir.
burada. Bu tam sətini də yazım görək. Bu nisbəti görüm nə formaya düşür. Baxaq. Deməli 2 dənə S oturacaq. Üstə gəl S yan. Bölünsün nəyə? S oturacağa. O da bərabərdir. Deməli burada. Ben bunu 2 üstə gəl kimi də yaza bilərəm uşaqlar. Baxaq, ilk belə yazacağım. 2 üstə gəl böləndə S yan bölünsün S oturacaq. O da bərabərdir. 2 üstə gəl. Yan səthi 2 pi r'dir də. 2 pi r vurulsun h'dır. Elədirmi? Bir də oturacağı da pi r'in kvadratıdır. O da bərabərdir 2 üstə gəl. Buradan pi'lər də gedir. R'in biri də gedəcək. Qalacaq nə? 2h bölünsün r. Belə bir yazılış aldım burada. Bura gəl baxaq burada. Yox bu h'dır. Burada deməli r ilə bu gedir. Aydınmı? Mənə lazımdır 2h bölünsün r. 2h bölünsün r. Hər tərəfini böləndə pi'yə bərabərdir. Elədirmi? Belə bir bu pi'ni də orada 3 verib bizə ya uşaqlar. Aydınmı? Deməli bunun əvəzinə neçə yazacağam mən? 2h bölünsün r'in əvəzinə yazacağam pi. Pi yazacağım orada. Deyən görək mən yazar da pi. Yoxsa orada biz bu hansı məsələ idi? Bunu mən nəsə deyən yuxarıdakı məsələ deyə uşaqlar. Deyən bu pi'nin əvəzinə 3 deyir də yazar da. Yazar. Deməli bərabərdir 2 üstə gəl 2h bölünsün r'in əvəzinə pi yazır. Üstə gəl pi. O da bərabərdir pi'nin əvəzinə burada 3 verilib də 2 üstə gəl 3. O da eləyir 5. Cavab 5'dir uşaqlar. Bu qayda ilə yazdıq onu. Sonra baxaq 76 nömrəli çalışmaya. ABC'de silindrin ox kəsiyidir. CAD 36. Deməli 30 dərəcə. CD də verilib bizə 2. Olarsa silindrin yan səthinin sahəsini tapaq. Gəl silindri çəkin burada. Silindri çəkək uşaqlar. Yəni öz şəklimizlə işləyək onu. Baxaq burada deməli nə verilib orada? Bucağı verilib də bizə, elədirmi? Bir də bu verilib bizə. Yəni bunlarla çəkim. Bir də bu bucaq 30 dərəcədir. Bu 30 dərəcədir. Sonra CD-ni verib bizə. CD də 2'dir. Bir də CD budur. CD. Bu da verir bizə AB. AB. İndi deyir ki, yan səthin sahəsini tapın. Məsələn, həlli asan da olmalıdır. Mənə gəlir. S yan bərabərdir suala. Yan səth ümumiyyətlə düsturu necədir? S yan. Bərabərdir 2 pi r'dir. Vurulsun h. Düzdürmü? Yan səthi burada. H verilib mənə. R də tapmaq çox asandır burada. Aydınmı? Necə tapırsınız? İstəyirsiniz, yenə də deyirəm. Pifaqor teoreminə görə tapın, istəyirsiniz trigonometriyə görə tapın. Bayaqçılar trigonometriyə görə tapdım. Yaxşı, bunu yazaq belə. Bu neçə olacaq? 4. Elədim mi? 30 dərəcəli bucaq qarşısında katet hipotenuzun yarısıdır. Deməli bu 4'dür. AD nəyə bərabər olacaq? AD bərabərdir kök altında 16'dan çıxacaqsan 4'dür. O da eləyir 12. O da 12. Düzdürmü? O da eləyir neçə? 2 kökdə 3. Deməli AD neçə oldu? AD oldu 2 kökdə 3. Bəs radius nəyə bərabərdir? R. R də bərabərdir AD-nin yarısıdır da. O da bərabərdir neçə eləyir? AD-nin heç yarısını tapmasaydım da olardı. 2R'in yerinə yaza bilərdik aşağılarımı. Yazdım. Neysə də. Aydındır mı? O oldu. R budur. Deməli gəl burada S yanı tapaq da. S yan bərabərdir. S yan nəyə bərabərdir? 2 pi
R'in əvəzinə kökdə 3 yazıram. Hündürlüyün də əvəzinə H2 yazıram. Elədirmi? Hündürlüyün də əvəzinə 2 yazdım da, hə? O da bərabər neçə elədir? 4 kökdə 3 pi. Belə bir cavab elə düşünülür. 4 kökdə 3 pi. Sonra, baxaq ondan sonra gələn çalışmaya. 77 nömrəli çalışmada. Deməli, silindrin ox kəsiyidir. CAD 45 dərəcədir, CD 2-dir. Olarsa silindrin yan səthinin sahəsini tapın. Uşaqlar, burada sizi çaşdırmasın, o tərəfə döndərib, o tərəfdən çəkib qırıq-qırıq xətlə ehtiyac yoxdur o cür çəkməyə. Nə cür sizin üçün asandırsa, o cür də həll eləyin çalışmanı. Aydınmı? O bu tərəfə çəkib, hündürlüyünü çəkib, sonra bucağı göstərib, heç bir fərqi yoxdur. Sən ox kəsiyini belə çəkirsən, burada 45 dərəcə bir də bu bucaqdır. Bu bucaq 45 dərəcədir. Və bu bucaq. 45. Aydınmı? Bu da 2 verilib bizə, düzdürmü? Radiusu gəl tapaq. Mən gördünüz o şəkili elə çəkmədim. Radius R-dir də, düzdürmü? R nəyə bərabər olacaq? 1-ə. R bərabərdir 1-ə. Aydınmı? Çünki bu diametr buna bərabərdir. 45 isə bu da 45-dir də. Onda belə çıxır ki, R 1-dir. R 1-dirsə yan səthi tapaq da. S yan. Bərabərdir 2 pi R bir də H. Elədirmi? O da bərabərdir 2 pi R 1-dir. H da neçədir? 2-dir. Burada da cavab eləyəcək neçə? 4 pi. 4 pi. Cevap 4 pi'ydi. 78 nömrəli çalışmaya baxaq. 78. Deməli, daxili hissəsinin radiusu 4 cm, hündürlüyü 10 cm olan silindir formasında istəkanda 336 cm kub su var. Stəkanın boş hissəsinin hündürlüyünü tapın. Pi də 3'dür. Əvvəl gəl bunun həcmini tapaq. V bərabərdir pi R'in kvadratı vurulsun H. O da bərabərdir. Deməli, pi 3'dür. 3 vurulsun 4'ün kvadratı. O da vurulsun 12. Elədirmi? Yox, hündürlüyü 10'dur. Hündürlüyü 10'dur. Bəli, radiusdur. Deməli, bu nəyə bərabərdir? 12, bu 16, 48, 480. Deməli, ümumi həcm, stəkanın ümumi həcmi 480. İndi burada deyir ki, deməli, santimetr olan silindir forması stəkanda 336 santimetr kub su var. Deməli, belə çıxır ki, bu həcmdən, deməli, 480-dən çıxmalıyam 336'nın. O daxili hissənin radiusu, deməli, V bərabərdir pi R'in kvadratı. Pi R'in kvadratı. O da vurulsun neçə olacaq? Hündürlük. Buna bərabərdir, elədirmi? O da bərabərdir bunların fərqinə. 480'dən. Burada daxili yazımda. Bu 480 ilə 336'nın fərqinə bərabər olacaq. Burada da H nəyə bərabərdir? Bu fərq neçə eləyəcək? Deməli, 144. H da bərabər olacaq. 144'ü də gəl bölək, pi vurulsun H-a. Pi vurulsun R'in kvadratına. O da bərabərdir 144. Pi 3'dir. Radius da neçə idi? 4. Radius da 4 idi. O da 4'ün kvadratı. 16, 48, 3. Deməli, belə çıxır ki, onun hündürlüyü neçə oldu? 3 oldu. Sonra, baxaq 79 nömrəli çalışma. 79. Oturacağının radiusu 5 cm, hündürlüyü 12 cm olan silindir formasında stəkanın içərisində müəyyən miqdarda su tökülüb. Stəkanda olan suyun həcmi 675 cm kub olarsa, stəkanın boş hissəsinin hündürlüyünü tapın. İndi burada yenə də V'ni gəl tapağın. V olacaq, deməli,
pi r'in kvadratı h. O da beraberdir. 3 vurulsun 25, o da vurulsun 12. O da beraberdir. Yani ümumi bu neçə verəcək bizə? Deməli 250, 300. Eləmi? Bu 300'ü də 900. Deməli ümumi həcm oldu 900. Şimdi bu 900'dən stəkanda olan suyun həcmi də 675'dir. Yenə də bayaqçı formada da pi r'in kvadratı h-da bərabər olacaq. Deməli 900'lə neçənin fərqidir orada? 675'in fərqidir. Bu nə verəcək bizə? Deməli 225 225 pi 3'dür, r 5'dir də 25, o da vurulsun h-a. O da bərabərdir 225. Buradan da h da bərabərdir. 225'i böləcəyim 3 vur 25'e. Bu 1 eləyir, bu da 9 eləyəcək. Burada da cevap oldu 3. Hündürlük 3 olacak. 80 nömrəli çalışmaya keçək. Şirniyyat mağazası nümayiş üçün tort maketi hazırlayır. Bunun üçün silindir formalı 3 qutu üst-üstə qoyularaq yapıştırılmış və şəkildəki formasını almışdır. Silindirin oturacağının radiusları 4, 2, 1 nisbətində, hündürlükləri isə ortadaki silindirin oturacağının radiusuna bərabərdir. Maketin həcmi 5250 pi olarsa maketin hündürlüyünü tapın. Baxaq. Deməli R1'in, R2'nin, bir də R3'ün. Bunların nisbəti verilib. Neçədir orada? 4, 2, 1. Gəl bunları K'larla yazaq. R1 4 dənə K'dır. R2 2 dənə K'dır. R3 də K'dır. Belə. Sonra orada hündürlüğü üçün də deyir neysə. Hündürlükləri isə ortadakı silindirin oturacağının radiusuna bərabərdir. Deməli hündürlüklər də 2K'dır. Hər biri 2K'dır. Aydınmı? Bax burada H1 yazıram. Deməli 2K. H2 2K. H3 də 2K'dır. Ümumi bizdən hündürlüyü istəyir də. H bərabərdir neçəyə? 6K'ya. Bax sual budur. Bunu hesablayacağıq. İndi bu həcm deməli maketin həcmi ümumi verilib. Gəl bunları bir-bir hesablayaq. Bax R1'ə uyğun V1 nəyə bərabər olacaq? Altında yazıram. Bax belə. V1 bərabərdir. Deməli pi r'in kvadratı, buradan yazın. V nəyə bərabərdir? Pi r'in kvadratı h. Düzdürmü? Şimdi burada pi r'in yerinə neçə yazacağım? 4K'da göl olacak 16K. O da vurulsun 2K. Elədi 32K'nın kvadratı. Kubi. K'nın kubi. Elədi mi? 2K burada, kvadrat burada. Bunu hesablayaq. Deməli burada V2 bərabərdir. Nəyə bərabərdir? Deməli r'in kvadratı 4K'nın kvadratı, bu da 8K'nın kvadratı. Kubi. Burada ise K'dır. Pi r'in kvadratı, bu da 2K. Bu da eləcə 2K'nın kubi. Ümumi V nəyə bərabərdir? Və bunların cəmini 32K'nın kubi, üstə gəl 8K'nın kubi, üstə gəl 2K'nın kubi. Bu da bərabər neçə eləyir? 42K'nın kubi. Bəs bu həcm neçədir? Verilib bizə orada. Ədəd hansıydı? 5250. 5250. Buradan biz K'nı gəl tapaq. K'nın kubi bərabərdir. Deməli 5250'ni böləcəyəm 42'yə. Böyle yonu görüm nə verəcək bizə? 5250'ni 42'yə böləndə bir dəfə 42, 10, 5'i də bura 2 dəfə 84, 19 eləyir də, hə? Yox, 19 yox, 1, 1. Bu da 2, 21.
Sıfırı da gələk yanına. Bu da eləyəcək neçə dəfə düşür? 5 dəfə. Düzdürmü? Bəli, 5 dəfə. 125. Deməli, bərabərdir 125'ə. K'nın kubu bərabərdir 125'ə. Buradan da K'nı alıram 5. Deməli, K 5'dir. Bizdən də uşaqlar maketin hündürlüyünü istəyir. 6K'da gör. H da bərabərdir 6K'ya. O da bərabərdir 6 vurulsun 5'ə. Bu da elədi 30. Cevap oldu 30 orada. Sonra 81 nömrəli çalışmaya da baxaq. 81. Burada nedir? Silindrin yan səthinin açılışı diagonalı 8'e bərabər olub oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Bu açılışıdır uşaqlar onun silindir. Bu açılışıdır. Düz bucaqlıdır. Bunu verir bize. Yan səthin açılışı diagonalı 8'e bərabər olub. Bunun diagonalı 8'dir. Bu 8'dir. Oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Bu da 30 dərəcəli bucaq əmələ gətirir. Düz bucaqlıdır. Silindrin həcmini tap. Silindrin həcmini tapacaq. Deməli, bu var ha, bu. Bu uşaqlar 2 pi r'dir. Aydınmı? Bax 2 pi r'dir. Bu isə h'dir. Bunları biləndən sonra da hesablayaq da. Baxaq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. H neçədir? 4. Bu belə. Gəl bunu da hesablayaq. Bu nəyə bərabərdir? Deməli, bax yazıram 2 pi r bərabərdir. Kök altında 8'in kvadratı çıxılsın 4'ün kvadratı. Aydınmı? 4'ün kvadratı. O da bərabərdir. Bu neçə eləyəcək? 48. Kök altında 48. Bu da eləyir 4 kökdə 3. Deməli 2 pi r 4 kökdə 3'dür. Bizdən orada silindrin həcmini tapacaq da 2 pi bu 2 pi r'dir. İndi gəl buradan r'i tapaq da biz. Aydınmı? Bax buradan gəl r'i tapaq biz. Burada pi'nin yerine 3 yazacağım da elədir mi? Olacaq 6 r, o da bərabərdir 4 kökdə 3'ə. R nəyə bərabərdir? R bərabərdir. Deməli 6'ya böləndə məxrəcdə 3 qalır, yuxarıda 2 kökdə 3. Belə bir radiusdur, belə bir ədəd aldım. Şimdi bunun həcmini gəl tapaq. V bərabərdir. Pi r'in kvadratı vurulsun h. O da bərabərdir. Burada pi 3'dir. R'in kvadratı, bunun kvadratı ne verir mənə? 9, 4, 3. O da vurulsun h da 4. O da bərabərdir. Bunlar gedirlər, verir mənə 16. Deməli, V nəyə bərabərdir? 16'ya. Cavab oldu 16. 83 nömrəli çalışmaya baxaq. 83. 82. Deməli, burada nədir? Yan səthin açılışı diagonalı oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən düz bucaqlıdır. Çəkək düz bucaqlını. Deməli, yan səthi bu formadadır açılışı. Sonra deyir ki, diagonalı oturacaq ilə 60 dərəcəli bucaq əmələ gətirir. Bu 60 dərəcə olsun. Bu hündürlük olacaq uşaqlar. Bu diagonalı da əmələ gətirir. Heç nə verməyib diagonalından bizə. Silindrin həcmi V verilib bizə. V də bərabərdir 18 kökdə 3 olarsa, açılışın diagonalını tapın. Bir də D-ni istəyir bizdən. Bayaqlar D-ni vermişdi bundan əvvəlkində. D-ni istəyir bizdən. Baxaq, yazaq. Kifayət eləyir bu verilənləri. V nə deməkdir? Deməli, pi özdə 3'dür. Elədirmi? Pi r'in kvadratı h. Buna bərabərdir. Elədirmi? Pi r'in kvadratı oturacağın radiusudur da r. Bu da hündürlüydür. Bu bərabər olacaq neçəyə? 18 kökdə 3'ə. Pi 3'dür. R'in kvadratı h. O da bərabərdir 18 kökdə 3'ə. Bu da verir bizə r'in kvadratı h ilə bərabərdir. Deməli 3'ə böləndə 6 kökdə 3. Və buna bərabərdir. R ilə h-dan asılı. R uşaqlar, deməli bunun özü, bu var ha, bu məsafə. Bu məsafənin özü 2 pi r'dir. 2 pi r'dir.
Aydınmı? Bunu elə bil silindir formasına salsaq oturacağın uzunluğudur da bu. 2 pi r budur. Şimdi gel bunlardan istifadə eləyək. Tapaq d-ni. Deməli burada uşaqlar, gəl belə yazaq istəyirsiniz. H-la r-dən asılı var da burada. Gəl belə yazaq. H-ın nəyə nisbəti? 2 pi r-ə nisbəti. 2 pi r-ə nisbəti. Qarşıdakı katetin bitişik katetin nisbəti mənə verir tangens 60 dərəcə. Burada h nəyə bərabərdir? H bərabərdir 2 pi. Pi burada 3'tür də, elə mi? 6 r, o da vurulsun. Bu da kökdə 3 verir mənə. Deməli buna bərabərdir. H da buna bərabərdir. Şimdi burada h'ın bu ifadəsini burada nəzərdə alaq, r'i tapaq. Deməli r'in kvadratı vurulsun 6r kökdə 3, o da bərabərdir 6 kökdə 3'ə. R'in kubu da bərabər olur. Bunlar gedirlər də, elədir mi? 1'ə bərabərdir. R nəyə bərabərdir? 1. R 1 imiş uşaqlar. R 1'dirsə, deməli burada yerinə yaza bilərik. Bu məsafə olacaq neçə? Bu qayda ilə də yaza bilərik. Gəlin belə yazaq istəyirsiniz. Bunun uzunluğu verilib. Elədir mi? Gəlin belə tapaq. Deməli 2 pi r radiusu tapmışam da, elədir mi? Bunun uzunluğu verilib. 2 pi r'in bitişik katetin hipotenuza nisbəti, d'yə nisbəti mənə verəcək nəyi? Bu bucağın kosinusunu. Kosinus 60 dərəcə. Aydındır mı? Kosinus 60 dərəcə. Burada pi 3'tür də, deməli belə olur. 6r bölünsün, r'dəki 1'dir. 6, aydındır mı? R 1'dir, bu da 3'dir. 6 bölünsün d, o da bərabərdir neçə eləyir? Kosinus da 2'də 1'ə bərabərdir də. Buradan da d bərabərdir 12'yə. Deməli diagonal neçədir? 12'dir. Belə də tapmaq olar, yazdım bu formada. İstəyirsiniz belə yazın siz də. Belə də yaza bilərsiniz. Bu məsafəni tapa bilərsiniz. Bu məsafəni tapandan sonra r 1'dir də, bu da 6 kökdə 3'dür. Bunun kvadratı üstə ya bunun kvadratı bərabərdir d-nin kvadratı. İstəyirsiniz elə yazın. Və yaxud da trigonometriyanın başqa funksiyalarından istifadə edin. Yəni müxtəlif cür yazmaq olar onu. Baxaq 83 nömrəli çalışma. 83. 83'də nədir? Deməli qab simmetri oxları eyni olan iki dairəvi silindirdən ibarətdir. Bəli, bu formadadır. Qabın ümumi hündürlüyü 17 santimetrdir. Deməli ümumi hündürlük uşaqlar. Bax, ümumi hündürlük bunu nəzərdə tutur. Bax, bu şəkil üzərində çəkəcəyəm sizin üçün. Ümumi hündürlük verilib bizə 17. 17 dedi, bəli. AB 10'dur. AB. Bütöv bu 10'dur. Aydındır mı? Bütöv 10'dur. AB 10'dur. AC 2'dir. Bu 2'dirsə, bax, bu 2'dirsə, bu 2'dirsə, onda ondan 2'ni çıxanda 6 elir, bu elir radius 3. Aydındır mı? Bak radiusu tapdım 3. Onun radiusunu. Bütöv bunun da, bu əgər 10'dursa, bu 10'dur axı. Bu 10'dursa, bunun da radiusu olacaq 5. Şimdi ne istəyir bizdən baxaq. Və kiçik silindirin ox kəsiyi kvadrat olarsa, kiçik silindirin ox kəsiyi kvadrat olarsa, deməli, belə çıxır, bu 6'dırsa, bax, bu da 6'dır. Kvadrat qabın həcmini tapacaq. Aydındır. Bax burada uşaqlar, bax burada. Bunun öz hündürlüyünə baxaq. Bax bunun öz hündürlüyünə. Nə verəcək bizə bunun öz hündürlüyü? 17 deyil, bu da 6'dır da. Bu eləcək 11. Həcmini tapmaq da asandır da. Bunların cəmi şəklində yazacaq da. Deməli yazıram. V nəyə bərabərdir? Pi r'in kvadratı h. Bu düsturdan istifadə eləyək. V1'i tapayıq. Bu olsun V1. Elədir mi? Bu da olsun V2. Deməli, V bərabərdir. V1 üstə gəl V2. O da bərabərdir. Şimdi V1'in əvəzinə pi ədəd yazacaqdıq mı yerinə? Yox. Pi, baxaq. Kiçik radius neçədir? 3. 3'ün kvadratı 9. O da vurulsun h neçədir? 6. O da üstə gəl. Pi vurulsun. Bunun radiusu 5'dir, 25. O da vurulsun, hündürlüğü de neçə oldu? 11. 11.
Bir de bunu verməlidir bizə uşaqlar. 54 pi, o da üstə gəl. Bu nə? 250, 275, 275 pi. Bunları da toplayanda 9, 2, bir yadda 7, 829, yox, 329 pi. 329 pi. Belə bir cavab aldım. 329 pi. Belə bir cavab aldım. Məsələ düzdür. Şəklə baxırsan mürəkkəb gəlir adam. Amma məsələ çox sadə bir məsələdir. 84 nömrəli çalışmaya da baxaq. Qab oturacaqlarından birinin mərkəzləri eyni olan, iki silindirdən ibarətdir. Qabın ümumi hündürlüyü 15'dir. Ümumi hündürlük burada bax çəkirəm, burada yazıram, burada 15'dir. Bu 15'dir. Sonra AB 6'dır. AB 6'dır. AC 1'dir. Bak bu 1'dir. Bu 1'dir. 6'dan 2 çıxanda 4 eləyir. Bunun radiusu 2 olacaq. Sonra kiçik silindirin ox kəsiyi kvadrat olarsa, onda bu 4'dür hündürlüyü. Aydınmı? Bak bu hündürlük 4'dür. Bu hündürlük 4 olacaq uşaqlar. 4'dür. Ya da kenara çıxardım yazınlar. Bak fikir verin. Bak kenara çıxartdım. Bu 4'dür. Bunu da yine qabın həcmini tapacaq. V bərabərdir. V bərabərdir. Deməli pi r'in kvadratı h. İndi gəl v'ni tapaq. Bu v1 olsun, bu da v2 olsun. v1 ilə v2'nin cəmidir. O da bərabərdir. Bu da nəyə bərabərdir? Deməli pi bunun radiusu 2'dir. R'in kvadratı 4. O da vurulsun h. H'ı da ki bunun 4'dür. 4. Üstə gəl pi vurulsun. Bunun radiusu. Deməli radiusu neçə olacaq? Burada neçə vermişdi bizə? AB'ni neçə vermişdi? AB'ni 6 olacaq 3. 9. 3'ün kvadratı. O da vurulsun. Hündürlüğü de bu 4'dürsə onda bunun hündürlüğü bu ara ne kadar olacak? 11 olacak şu an. Bu ara 11. Vuracağım 11'e. O da beraberdir. Bu eləyir 16 pi. O da üstə gəl 99 pi. O da bərabərdir 115 pi'ye. Deməli V nəyə bərabərdir? 115 pi'ye bərabərdir. Bunun da cavabı belə oldu. Və ən nəhayət 85 nömrəli çalışmaya baxaq. Doğranı 4 desimetrdən az olmayan. Çox olmalıdır. Radiusu 2 kökdə 3 desimetr olan su ilə dolu silindir formalı üst hissəsi açıq qab üfüqi səth üzərindədir. Qabın doğranı üfüqlə 60 dərəcəli bucaq əmələ gətirənədək əydikdə neçə litr su tökülə bilər? Deyəm bir dənə qab çəkək. Deməli 60 dərəcəli bucaq əmələ gətirib bu səthdir. Bu səthdir. Belə bir baxaq. Belə bir 60 dərəcə, bax bu bucaqdır uşaqlar. 60 dərəcə. Bu elə bir stolun üstüdür. Qoyulub, çəp olunub. Sonra 60 dərəcəli bucaq əmələ gətirir. Gəl buna paralel buradan çəkək. Buna paralel çəkirəm belə. Aydınmı? Bunu tamamlayacağım. Bax bura. Belə bir fikir verin uşaqlar. Bax belə bir silindiri tamamladım mən onu. Bax bu formada. Ne üçün tamamladım? Bu hissənin suyu gedəcək. Bax bu yaşıl rəngdə çəkmişəm. Bu su axıb çıxıb gedəcək. Mən bunu bu formada tamamlayıram ki, bu silindirin həcmini tapım. Bu silindirin həcmini tapandan sonra bunu 2'ye böləcəyəm, tapacağım da. Aydın oldu mu?
Ona görə o cür eləmişəm. Bax, bu silindirli stəkan. İndi baxaq. Deməli, bu 60 dərəcədirsə, bax, bu buna paraleldir. Düzümü? Deməli, bu bucaq neçə dərəcədir? 60 dərəcədir. Çarpaz bucaqlardır da. İndi baxaq orada. Deməli, doğranı 4-də. Bunu ne üçün az olmayan yazıb? Doğranı 4 yazacağım burada. Bu heç. Bir ona baxaq. Radiusu da 2 kök 3'dür. Bu radius kifayət edir. Məsələni həll edeyim soruşalı. Bax, bu 2 kök, radius 2 kök 3'dür. Burada 2 kök 3 yazdım. Mən buna həcmini tapacağım. Bax, bunun həcmini. Aydın mı? Bax, burada da yazın bax V'ni. Bax, buna həcmini tapıb 2'ye böləcəyəm. İndi baxaq, bu 60 dərəcədirsə, bu gəl belə eləyək də, bu doğranı tapaq da, bu da H1'i tapaq. Aydın mı? H1'i. Necə tapacağım? Qarşıdakı katetin, bunun radiusu 2 kök 3'də, diametri 4 kök 3 olacaq da. 4 kök 3'ün, 4 kök 3'ün. Nəyə nisbəti? Bitişik katetin nisbəti. H1'ə nisbəti. O da bərabərdir neçə eləyəcək? Tangens 60 dərəcə. Aydın mı? Buradan H1'i tapaq. H1 bərabərdir 4 kökdə 3. Tangens 60'da kökdə 3'e bərabərdir. O da bərabər 4. Buna görə bu 4'dən az olmayan deyil. Bu 4'dürsə uşaqlar. Deməli bu 4'dən çox olmalıdır ki, əyiləndə bunun içərisində su qalsın da ayrılsın. Müəyyən qədər yeri tökülsün, müəyyən qədər qalsın abda. Ona görə 4'ü verib uşaqlar. O 4 əhəmiyyətsizdir burada başqa cür hesablamalarda. Sadəcə olaraq 4'ü verib ki, burada 4 alınır. Ona görə burada 4 alınırsa, bu da 4 alınırsa o dəqiqə deyə bilər ki, bütün su töküldü yerə də. Aydındır mı? Onu da bütün qabın həcmini hesablayıb gerək. Onu üçün verib burada. Deməli bunun hündürlüyü 4'dür. İndi gəl o V1'i tapaq. V1 bərabər nəyə? Deməli həcm düsturu pi r'in kvadratı vurulsun h. Belədir də. O da bərabərdir pi orada qiymətini istəyir. 3 vurulsun. R radius burada 2 kökdə 3'ün kvadratı. R'in kvadratı. O da vurulsun h da 4 tapdıqda 4'dür. H1'i 4 tapdıq. Bax cavab bizə bunu verəcək və bunu 2'ye bölməliyik hətta. Bu verəcək mənə 3 vurulsun 4, 12, o da vurulsun 4'ə. Düzdür, buradan cavabı deyə bilərdik. 2'ye bölməklə tez hesablayayım da V1'i hesabladım. Deməli 48'i 3'e 144. Onda yerə tökülən su, nə bilim onu neçə litr su tökülür? Onu tapmaq üçün 144'ü bölək 2'ye. Yarısı tökülüb də bir də bu yaşıl hissə. O da bərabərdir 72. 72 litr su tökülür yerə. Bununla da uşaqlar bu çalışmaları da yekunlaşdırdıq. Diqqətinizə görə sağ olun, abunə olmaq da fikrinizdən çıxmasın.